Zahidə Məmmədsalahova. Təbii ki, neçə gündür onu ictimailəşdirmişəm. Dünyasını dəyişdi, böyük sənətkar idi, gözəl sənətkar idi. Sıradan birisi bəstəkarlarla işləməmişdi. Sıradan bir mahnılar oxumurdu. Gözəl muğam ifaçısı idi. Gözəl təsniflər oxumuşdu, xalq mahnıları. Elə deyərdim, bəstəkar mahnıların gözəl ifaçısı idi Zahidə xanım. Onda olan o səs, elə deyirəm bəzilərimizə deyirəm, bəzilərimizə Zahidə Məmmədsalahova olan o səs, o ifa, o belə imic, görkəm heç birinizdə yox idi. Və mən yasda getdik, yas mərasimi oldu, dünyasını dəyişib, olduq, gözümüz axtardı. Cavanlardan heç, cavanları deyirəm, tanımırlar, ola bilər. Gəncdilər, bu dəqiqə onlar arxalarını böyütməklə məşğuldur, dırnaqlarını uzatmaqla məşğuldur, bir uşaq dünyaya gətirməklə məşğuldur, hamı yox, bəziləri. Nə bilim, kimisə ailəsini dağıtmaqla məşğuldur, yenə də deyirəm, hamı yox, bəziləri. Yaşlı müğənnilər, Zahidə xanım Məmmədsalahova yaşlı da olan müğənnilər, maşınınız da var, pulunuz da var, imkanınız da var, prezident təqaüdü də alırsınız. Yəni, hamıya demirəm, o sağlamlara, çoxları xəstədir, başa düşürəm. O sağlamlara deyirəm, yenə də deyirəm, paranız da var kifayət qədər. Prezident təqaüdü alırsınız, maşınınız var, nə bilim, hörmətiniz var, izzətiniz var. Niyə bu xanımın yasına gəlmədiniz, yas mərasiminə gəlmədiniz, qatılmadınız? Niyə? Zahidə xanım yoxdur, sizi görmədi, ruhu sizi görür. Ruhu sizi gördü, bildi ki, gəlməmişsiniz. Yenə də deyirəm, bu ifadəni bir gün əvvəl işlətmişdim, yenə də deyirəm, hər biriniz öləcəksiniz, hər birimiz öləcəyik, hər biriniz öləcəksiniz, hər birimiz qəbərəcəyik, hər biriniz qəbərəcəksiniz. Bunu yenə də hamıya demirəm, o hansı ki hörmət bilməyən, hansı ki insana dəyər bacarmayan, sayğı göstərməyi bacarmayan, azından ruhuna onun sayğı göstərərdiniz, orada olardınız. Yenə də deyirəm, sizdə olan para heç kimdə yoxdur. Yol pulunuz yox idi gəlməyə, mənə deyərdiniz, mən sizə yol pulu verərdim. Tövsiyə edirəm, Sara Səfura, Bahadur, hər biriniz öləcəksiniz, hər biriniz qəbərəcəksiniz. Yenə də deyirəm, hamıya demirəm.